Hər vaxtınız xeyir, bura bax kanalın izləyiciləri və abunəçiləri, dostlar. Mən hal-hazırda İçərişəhər metro stansiyasındayam. Nümayişi qoyublar. Muzey kimi düzəldiblər. Belə hər il olur da, yəni bayramlarda çox gözəl bizim elə köhnə metropolitenin əvvəl metropolitenin bu vaqonlar istifadə olunurdu. Köhnə vaqonda həm nümayiş qoyublar, həm də bayram qabağı insanlar da gəlsinlər, baxsınlar. Bir muzey kimidir də, yəni. İndi qabaq hissədən çəkib göstərəcəm sizə. Şəhər metrosu bilirsiniz, sonuncu dayanacaqdır burada. Mən çox bəyəndim bu vaqonu. Mən bir dəfə çəkmişəm bu barədə video, kanalımda var, görmüşsünüz əvvəl, təxminən 6 il, 7 il bundan qabaq. İndi də nümayiş elətdirirlər, həmişə də bu hissədə nümayiş elətdirirlər. İçərişəhər metrosunda. Yəni əgər İçərişəhər metrosunun yaxın yerdə qalırsınızsa, Bakıda qalırsınızsa dostlar, gəlin mütləq girin, baxın. Çox gözəldir, mən çox bəyəndim. Bizim metromuzun tarixi var da indi. Bu vaqonlarda hər bayram nümayiş olunur. İndi Novruz bayramıdır deyənə özəl nümayiş. Amma rəngi zadı çox xoşuma gəlir. Sarı ilə yaşıl. Yəni əvvəl elə bu rəngdə olub yəqin ki. Gözəl dekorlu. Mən ümumiyyətlə köhnə vaqonlardan çox xoşum gəlir. Təzələr də yaxşıdır, amma köhnələrə heç nə çatmaz, yəni keyfiyyətinə görə. İçidir bu belə. Buradan sürürlər. İçəri icazə, deyəsən oradan qapını açıb girməyə icazə verməzlər, amma buradan təxmini göstərirəm də sizə necə görünür. Burada qeyd olundu bu qatarın ili, artikli vaqondur. Moskva metropolitende açılışı üçün layihələndirilirlər. Bax, buradan belə görünür yuxarı. Tam olaraq yaşıldır. Giriş yeridir. Güllərlə bəzəyiblər. Oturacaqlar da belədir. Dəri deyil, amma idarə edər. Qapılar da belə olub da, belə açıblar. Rus dilində yazılıb ki, çünki əvvəllər Rus dilində yazılırdı. Sovetlər Birliği'nin olduğuna göre bak böyle bir gördüğünüz gibi burada da yukarıda da hoşuma gelir lampalar. Evveller babel olur. Biraz gedey qabağa göreyim. Böyle arılan yüklərdə.